Fenerin İstanbulda biabırçı məğlubiyyətindən sonra ağır Nottingham səfərində mərhələ adlamaq üçün hansısa şansı varmı? Əslində səmimi olsaq bu şanslar çox azdır. Bir tərəfdən Fenerbahçenin harısı bəxti gətirmədi ki, Nottingham məhz onunla oyundan öncə baş məşqçisini dəyişdi. Əvvəlki baş məşqçi Şondayç olsaydı, əlbəttə ki, o müdafiə futbolu oynayıb Fenerbahçe üçün komfortlu ssenaridə Nottingham'i düzərdi meydana. Lakin Pereira Fenerbahçeyə qarşı tam əksinə oynadı. Üstəlik də meydanın mərkəzində Fenerbahçe'ni intensiv pressinqə məruz qoydu. Biz çox təəssüf edirik ki, Domenico Tedesco birinci hissənin ortasında belə bu döyülməni görüb heyət baxımından əvəz etmədi. Nəticədə birinci hissənin statistikası hardasa Qarabağ-Newcastle oyununun birinci hissəsinə çox oxşayırdı. Burada Nottingham'in rəqib qapısına vurduğu zərbələr 15-in 2-yə idi. Absurd nəticədir. Baxmayaraq ki, Nottingham Pereira rəhbərliyi altında bir qədər Şondayçdan fərqli olaraq mürəkkəb oyun oynayacaq, amma komandanın vurduğu qollar birbaşa qollar idi. Məsələn, Murillo'nun bu qolunda adam şahanə keçid edərək 6 toxunuşa Fenerbahçenin qapısına bu vizual opta statistikasından da gördüyümüz kimi qolu vurur və 3-cü qolda Morgan Gibbs White'ı Fenerbahçenin yüksək həddə ofsaytda saxlamaq istəyir, amma bu cəhd uğursuzluğa uğrayır. Ona görə də Nottingham Forest çox rahat qol vurur və bir növ faktiki olaraq 50-ci dəqiqədə artıq maçın necə nəticələndiyi və bəlkə də cütün necə nəticələnəcəyi məlum idi. Sizin fikrinizcə Tedesco birinci hissənin ortalarında hələ iş işdən keçmədən niyə görə dəyişiklikləri etmədi? Bu onun oyun fəlsəfəsinə ziddir, yoxsa hələ o qədər avtoriteti yoxdur ki, ulduz oyunçuları bu qədər tez meydandan çıxarsın? Nəticədə Fenerbahçe Nottingham səfərində topa ayaq vurmadan növbəti mərhələ şanslarını itirib. Siz necə fikirləşirsiniz? Fenerbahçenin hər hansı bir möcüzəyə ümidi varmı, yoxsa artıq gecdir?